Salam əziz dostlar, Dahi Yolçular kanalına hoş gəlmişsiniz. Bu günləri mən sizə təkəvvür ixtirası haqqında məlumat verəcəyəm. Bu günə qədər təkər sadə bir əşya kimi görünsə də, qədim insan onu kəşf edənə qədər 100 min illər inkişaf yolu keçmişdir. Avtomobillər fərqlidir, amma təkəri icad edən şəxsin adı hələ də tarixdə qalmayıb. Alimlərin fikrincə, insanlar təkəri düzəltməyə 5000 il əvvəlcə başlayıblar. 15-ci əsrdə Kolumb Amerikanı kəşf edən zaman məlum olundu ki, yerlilər hindular hələ də təkər haqqında bir məlumata sahib deyirlər. Əvvəlcə adamlar ağır yükü daşımaq üçün onu ağacın tillərinə qoyub dağıtırdılar. Beləliklə onlar anladılar ki, beləncə dağıtmaq asandır. Sağ olun dostlar, növbəti videoda görüşənə qədər. Salam əziz dostlar, Dahi Yolçular kanalına hoş gəlmişsiniz. Bu günləri mən sizə təkəvvür ixtirası haqqında məlumat verəcəyəm. Bu günə qədər təkər sadə bir əşya kimi görünsə də, qədim insan onu kəşf edənə qədər 100 min illər inkişaf yolu keçmişdir. Avtomobillər fərqlidir, amma təkəri icad edən şəxsin adı hələ də tarixdə qalmayıb. Alimlərin fikrincə, insanlar təkəri düzəltməyə 5000 il əvvəlcə başlayıblar. 15-ci əsrdə Kolumb Amerikanı kəşf edən zaman məlum olundu ki, yerlilər hindular hələ də təkər haqqında bir məlumata sahib deyirlər. Əvvəlcə adamlar ağır yükü daşımaq üçün onu ağacın tillərinə qoyub dağıtırdılar. Beləliklə onlar anladılar ki, beləncə dağıtmaq asandır. Sağ olun dostlar, növbəti videoda görüşənə qədər.